xəritəsi analiz etmək niyə lazımdır? Doğum xəritəsini belə düşünün. Heç vaxt getmədiyiniz bir ölkəyə səyahət etmişsiniz, amma əlinizdə xəritə yoxdur. Hara gedəcəyinizi, hansı yolun doğru olduğunu bilmədən irəliləyirsiniz. Bəlkə də bir şəkildə yolu taparsınız. Amma bu səyahət çətin, vaxt aparan və bəzən qarışıq olar. İndi isə təsəvvür edin ki, əlinizdə dəqiq bir xəritə var. Küçələri, dönüşləri, istiqamətləri görürsünüz və hara getdiyinizi anlayırsınız. Doğum xəritəsi də buna bənzər. O sizin daxili həyat xəritənizdir. Bu xəritə sizə kim olduğunuzu, hansı xüsusiyyətlərə meyilli olduğunuzu, hansı sahələrdə daha rahat inkişaf edə biləcəyinizi, həyatınızda niyə bəzi mövzuların təkrarlandığını anlamağa kömək edir. Təbii ki, insan doğum xəritəsini bilmədən də yaşaya bilər, amma bu qaranlıq bir yolda işıqsız getməyə bənzəyir. Yol var, amma onu görmək çətindir. Doğum xəritəsi möcüzə yaratmır. O taleyi dəyişmir, sizi şəfalandırmır, həyatınızı yenidən yazmır. Sadəcə sizi sizə göstərir. İnsan özünü daha yaxşı tanıdıkca qərarlarını daha şuurlu verir. Fərqindəlik artdıqca isə həyat təbii şəkildə daha aydın və daha rahat görünməyə başlayır. Qısası, doğum xəritəsi gələcəyi söyləyən vasitə deyil. O, insanın özünü anlaması üçün bir vasitədir.